Hey guys, mən Səbinə. Bugün sizə IELTS-la bağlı müəyyən faydalı saytlar, applər və kurslar deyəcəm. Əvvəlcədən demək istəyirəm ki, mən mentor deyiləm. Sadəcə özümün hazırlaşdığım vaxt bir çox saytlara baxmışdım, bir çox applərə baxmışdım və sizə ən faydalı olanlarını yığdım və kursla bağlı da bir neçə fikirlərim var. Onları sizlə bölüşəcəm. Hansılar faydalı ola bilər, hansılar yaxşı ola bilər və nə üçün. Belə. Amma bunları demədən əvvəl sizə kiçik belə tövsiyələrim olacaq. Hansı ki, əgər siz başlamamısınızsa və yaxud da başlamaq haqqında fikirləşirsinizsə. Bunlar budur ki, birincisi, əgər sizin ingilis dilindəki dil səviyyəniz hələ buna hazır deyilsə, yəni hələ A1, A2, B1-sizsə, belə bir şeyə atılmayın. Yəni, elə tanışlarım, elə insanlar var ki, deyir ki, mən onsuz da ingilis dili öyrənmək istəyirəm. Elə IELTS-dan başlayım. Bir dəfəyə ikisini də aradan çıxardım. Belə bir şey olmur, dostlar. Normal danışıq, normal ingilis dili ayrıdır, IELTS ayrıdır. Yəni, bu daha akademik, daha belə, necə deyərlər, universitet tərzi bir şeydir. Amma bu gündəlik dostlarla filan, dostlarınızla əgər IELTS-da olan sözləri işlətsəz, o cür yazışmalarla yazışsaz, eləsəz, deyər ki, bu kimdir? Mən yəni prezidentlə danışıram, belə aramızda bu qədər belə rəsmi şeylər var, yoxsa normal dostumla və ya da tanışımla. Ona görə, yəni belə bir səhv belə bir şey eləməyin. Ola bilsin ki, hansısa kurs deyər ki, davay, sən belə bilirsən, mən səni götürərəm, mən səni hazırlaşdıraram və s. Bunlara inanmayın. Ən azı B2 olmalısınız ki, sizi hansısa kurs götürsün və sizin ümumiyyətlə beyniniz IELTS-la bağlı bir çox şeyləri götürsün. Bu belə. Bunu aydınlaşdırdıqsa, siz dil səviyyənizi ölçürsünüz, dil səviyyəniz uyğundursa, IELTS-a hazırlaşırsınız. Bu bir. İkincisi, özünüzə sual verin ki, IELTS sizin üçün nədir, yəni nəyə lazım olacaq? Əgər heç nəyə, prosta mən ingilis dilində danışıb, yazıb, oxuyub, yəni bu bacarıqlarımı sübut eləmək istəyirəmsə, əgər budursa sizin fikriniz ki, mən bunu sübut eləmək istəyirəm, heç lazım deyil. Yəni, normal həyatınızda, əgər xarici dostlarınız sizi anlayırsa, siz universitetiniz əgər bu dillə bağlıdırsa, oxuyursunuzsa və müəyyən şeylər anlayırsınız, müəllimləriniz də deyir ki, bəli, sən yaxşısan, nə bilim, anlayırsan və s. və s. Heç bu yola girişməyə dəymir. Çünki IELTS prosta strategiya üzərində qurulan bir imtahandır. Filan sözləri əzbərləyirsən, filan cür yazı strukturlarını əzbərləyirsən, yadında saxlayırsan, gedib məsələn yazırsan. Düzdür, bu da çətindir, bunu da üzərində işləmək lazımdır və s. Amma yəni budur. Demək istədiyim şey, oradan öyrəndiyinizi siz sonra heç yerdə tətbiq eləyə bilməyəcəksiniz. Yəni universitet belə oxusaz, oradakını tətbiq eləməyəcəksiniz. Yəni tamam ayrı cür, tamam ayrı bir şey yazacaqsınız, tamam ayrı cür oxuyacaqsınız. Budur. Üçüncü olan isə budur ki, sizə əgər bəli, IELTS lazımdır, mən xarici imtahan vermək istəyirəm, amma nə bilim nə. Birinci sizə onu məsləhət görərdim ki, Duolingo'ya da bir baxın. Duolingo daha asan, yəni nisbətən IELTS-dan daha asan və ucuz. Həmçinin əvvəlcədən, nə bilim, necə deyim, pulsuz test eləyə bilərsiniz özünüzü, səviyyənizi yoxlaya bilərsiniz, budur. Və Duolingo artıq rəsmi şəkildə bir çox ölkələrdə qəbul olunur. Yəni onun sertifikatı artıq bir çox ölkədə qəbul olunur və Duolingo'nun saytına girirsiniz. Orada hansı universitetlərin, hansı kolleclərin qəbul elədiyini, onların sertifikatını orada var. Əgər özünüzünkünü tapsaz orada, Duolingo ilə hazırlaşmağınız daha səmərəli və daha yaxşı olar sizin üçün. Nəinki IELTS-ın prosta adı var. Bizim ölkədə ümumiyyətlə keçən dəfə də dediyim kimi, yəni o qadını qoyublar, məsələn, speakingə. Siz 7-lik danışsınız 6-5-6, niyə belə bir stresə düşəsiniz? Duolingo məncə kifayət qədər yaxşı, kifayət qədər Duolingo'nun imtahanı, yəni kifayət qədər yaxşı, kifayət qədər faydalı və effektiv ola bilər. Belə, bunlar əsas 3 şeydir sizin üçün ki, bunları bir düşünün, özünüzdə qərarlaşdırın və sonra keçin IELTS-a. Amma artıq qərarınız yox. Mən IELTS-ı, bəli Səbinə, mən IELTS-ı artıq verməliyəm. Mən bu dillərin hamısından bu qərara gəldim ki, mənə IELTS lazımdır deyirsinizsə, onda keçirik. Birinci, əgər bu strukturlu bir şeydirsə,
yəni bunun qaydaları varsa müəyyən, sizin də öz insani olaraq qaydalarınız var. Yəni biz robot deyilik, bizə çip taxmırlar ya da flash kart taxmırlar. Ona görə birinci, siz öz MBTI-nızı yoxlamalısınız. Bir dəqiqə. Daha yaxşı baxın. Yəni bu o deməkdir ki, mən əvvəldə sizə demişdim. Yəni şəxsiyyət testi. MBTI belə gedir adı, buralara qoyaram harasa. Bunu girirsiniz. Burada bir çox testlər var. Yəni bir çox deyəndə test var. Məsələn 40 dənə test var. Özünüzlə bağlıdır. Falan şey xoşdursan, xoşlamırsan. Bu testi bitirdiniz. Sizin hansı şəxsiyyət növü olduğunuz çıxır. Bunu qoyursunuz, yazırsınız bir qırağa lazım olur sizə. Daha sonra günün hansı saatı mən produktiv oluram adlı bir test var. ChatGPT-yə yazsanız və ya da Google-a yazsanız sizə çıxardacaq. Pulsuzdur. Hər ikisi pulsuz testlərdir. Google-da keçə bilirsiniz. Buradan da siz orada daha azdır, hətta test 20-dir ya 15-dir bilmirəm. Burada da sizə verilən suallara cavab verirsiniz və test sizə göstərir ki, sizin beyniniz günün hansı saatı sizin üçün yaxşı işləyir, daha uyğundur. Bunu da elədiniz. Bunu da artıq səhər, gün orta, axşam, gecə bunu da bir qırağa yazırsınız. Bunu da bir qırağa qoyursunuz. Okay. Sonra bu hər ikisini götürüb və ümumi gün olaraq sizin cədvəliniz, yəni gündəlik universitetə mi gedirsiniz, işə mi gedirsiniz, heç nə eləmirsiniz, bilmirəm. Bunu yazırsınız ChatGPT-yə və o sizə yaxşı bir belə cədvəl verir. Razı olmayanda deyirsiniz dəyişir, eləyir. Yəni özünüzə görə uyğunlaşdırırsınız. IELTS üçün cədvəl də lazım, hazırdırsa, bunu da qoyduq bir qırağa. Bu da qaldı. İndi keçirik ümumiyyətlə sizə kurs lazımdırmı bu şeylərə. Mənim verəcəyim saytlar hal-hazırdakı çox belə faydalı, çox belə, necə deyim, oturub evdə özünüzə öyrənə biləcəyiniz bir şeylərdir. Mən niyə bunlarla eləməmişəm, əvvəlki videomda demişəm, neysə. Bu belə. Deyəcəyim saytlarda listening praktikası var, writing praktikası var, reading praktikası var, onların tipsləri var, necədir. Hər şey sizə başa salır, hər şey sizə aydın olur. Aydın bir şəkildə yəni izah edir. Buna görə keçirik indi saytlara ki, hansı sizə faydalıdır. IELTS Buddy adlı bir sayt var. Açırsınız, orada hər şeyi praktika edə bilərsiniz. Yəni kitabdakilardan deyəsən fərqlidir. IELTS kitabları var. Bu arada official olaraq, yəni rəsmi olaraq IELTS-ın bir dənə kitabı var. Yəni o gördüyünüz sinir rəngdə müəyyən birdən, nə bilim neçəyə qədərsə olan kitabdır. Odur. Onun PDF-ləri var hər yerdə var, doludur. Yüklüyorsunuz, baxırsınız, görürsünüz, biraz praktika edirsiniz. Yəni nə olduğunu birinci anlayırsınız. Sonra kursa getməyə tələsməyin. Birinci özünüzü heç olmasa biraz sıxın. Bir ay evdə özünüzlə məşğul olun, görək siz nə bacararsınız, nə edirsiniz. Kursa da gedəsi olsanız, bəzi kurslar deyəcəm, istəsəz onlara baxarsınız, istəsəz də getdiyiniz yerdən əvvəlcədən bir sınaq günü, heç olmasa ki, mən gəlim oturum, sizə baxım görə necə dərs keçirsiniz, bəlkə heç mənə uyğun deyil deyə bir şeyi alırsınız. Yəni alın, mən eləməmişəm, səhv eləmişəm, neysə. IELTS Buddy dediyim kimi, hər şey orada izah eləyir, hər şey var, bütün sektorlar üzrə testlər, praktikalar və tipslər var ki, necədir, nə cürdür, nə edə bilərsiniz. Bu belə. Daha sonra IELTS App. Həm saytı var, həm də ki YouTube kanalı var. YouTube kanalı superdir, çünki sizə writing ən çətin, IELTS-ın ən çətin olan hissəsi olan writing-i başa salır ki, necə, yəni bu ümumiyyətlə sizə bir dənə hazır mətni göstərir, sonra sıfırdan başlayır ki, bunu niyə, necə, hara, nə cür yazıldı. Bu yəni möhtəşəm bir YouTube kanalıdır. Sayt da həmçinin, saytında da izah edirlər, hamısına çox yaxşıdır. Daha sonra IELTS Mentor. Online praktika üçün çox yaxşıdır. Burada da yenə speaking praktika eləyə bilərsiniz, listening praktika eləyə bilərsiniz. Deyəcəyim bütün saytlarda hər şey praktika eləmək olur. Sadəcə bunlar ən faydalılardır. Yəni bir də girib axtarmağınıza ehtiyac yoxdur. Artıq buradan baxa bilərsiniz. Daha sonra SlideShare. Burada akademik sözlər görəcəksiniz. Akademik sözlərdə də IELTS-da işlətməli olduğunuz sözlər. Bunları görə bilərsiniz. Hansı kontekstdə istifadə olunduqlarını görə bilərsiniz. Bağlayıcılar görə bilərsiniz.
onların hər biri üçün misallar görə bilərsiniz. Yəni sadəcə söz vermir, akademik sözünü sadəcə vermir. Akademiki həm də cümlə içərisində işlədib sizə verir. Həmçinin bunlarda PDF variantı kimi də yükləyə bilərsiniz, çıxarda bilərsiniz, evdə harasa asa bilərsiniz gözünüzün qabağına belə. Sonra Edu Benchmark. Burada da writing üçün çox faydalı hissələr var, çox faydalı izahlar var. Hamısındakı necə izah, hamısının əslində faydalı olmağı o yaxşıdır ki, sadəcə sizə şey vermir, yazını vermir. Həm də onun necə yazıldığını, harda nə, niyə istifadə olunub bunu göstərir. Daha sonra YouTube'da indi YouTube'a keçirik ki, YouTube'da nələr var? Bayaqlarım dedim o hansıydı Allah? IELTS App. Həm YouTube var, həm saytı var. Bu heç. Bir də digərlərini keçirik. Eli Pro Tips. Mən keçən dəfə danışmışdım Eli haqqında. Eli Pro Tips çox yaxşı belə izahlar verib o da. Reading üçün belə reading qoyur, 2 hissəyə ayırır ekranı və orada hər şey izah edir ki, bu hardan çıxdı, bunun cavabı niyə belə, dənə bütün readingləri izah edir, writing izah edir, speakingdən misallar var orada, canlı insanlar danışırlar, edirlər, bu var. Həmçinin orada var psixoloqla onun müsahibəsi ki, niyə həyəcanlanır uşaqlar, necə həyəcanlanmasa yaxşı olar və s. nə eləsə həyəcanlanmasa olar, nə eləsə həyəcanlanmaz belə. Daha sonra var I2. I2-də də oğlan çox yaxşıdır. Yəni bu dediyim insanların hamısının danışığı çox təmiz, çox səliqəli bir ingilis dilidir. Yəni heç belə şey eləməyin ki, ayda girəcəm orada vur nəsə deyəcəm, mən başa düşməyəcəm. Ümumiyyətlə başa düşmürsünüzsə deməli bəlkə də siz IELTS-a hazır deyilsiniz hələ, amma yenə də hər ehtimal deyirəm ki, dilləri çox təmizdir. Girsəz çox rahatlıqla başa düşəcəksiniz. Həm də sizin üçün listening üçün yəni faydalı bir praktik ola bilər. Günlük həyatınızda da ingilis dilini əksik eləməmiş olarsınız. Burada da I2-də də oğlan yenə ekranı 2 hissəyə ayırır. Yenə orada readingdən yaxşı belə misallar göstərir. Nə, niyə, nə üçün tipslər verir. Bəzən triklər də verir. Belə. Daha sonra mənim lovely insanım. Bu həm sözlər verir, həm danışıq praktikalar var, həm yenə psixoloji olaraq necə sakitləşərsiniz, nə etməlisiniz bir gün qabaq, 2 gün qabaq bunları deyir. Bu da English Speaking Success. Bu kişidir. Bunu əvvəlki şeylərimdə də deyəsən demişdim, videolarımda da demişdim. Belə, gəldi indi kurs hissəsinə. Dostlar, mən dediyim kimi, hər şeydən əvvəl bir ay özünüzü bir sınayın. Hər hansısa bir olsun, hər hansısa bir hissəsində, listeningdə sınaya bilərsiniz, writingdə, readingdə bir sınayın özünüzü. İlk vaxtlar heç asan olmayacaq, stresə düşəcəksiniz, ağlayacaqsınız, 2 sətr yazıb, 2 sətr oxuyub, 2 sətr qulaq asıb, pis hiss eləyə bilərsiniz özünüzü. Bu heç problem deyil, hamıda olub. Sadəcə gündəlik çox ingilis dili ilə, necə deyərlər, iç-içə olan insanlarla bəlkə də olmayıb, amma belə hamı ilə olub. Buradan narahat olası heç yoxdur, depressiyaya girəsə heç yoxdur, narahat olmayın. Belə. Daha sonra, əgər bir ay özünüzü sınadınız, dediniz ki, yox, mənə dəstək lazımdır. Yəni, mən özüm bacarmıram ya da məndə alınmadı. Mən, necə deyərlər, disiplinli ola bilmədim. Bu qədər chat-GPT nəsə verdim, mən nəsə elədim. Yox, mənə kurs lazımdır. Deyirsinizsə, mən birinci olaraq sizə ingilis dilində kursu məsləhət görərdim. Eli'nin da kursu var. Bu dediyim axırda 3 YouTuber'ın da, YouTube kanalına video çəkən insanların da kursları var. Mən Eli'yə də məsləhət görərəm. O biri English Speaking Success-də məsləhət görərəm. I2-ni də məsləhət görərəm. Hər üçünü yəni məsləhət görərəm sizə ki, bunlarla hazırlaşın. Çünki niyə? Çünki speaking avtomatik olaraq siz onlarla onlayn kurs olsa da speaking eləyəcəksiniz. Listeninginiz bir tərəfdən yaxşı olacaq. Writing-də artıq məcbur, yəni Azərbaycanca heç bir söz deyə bilməyəcəksiniz də olaraq. Məcbur hər şeyiniz ingilis dili ilə əhatə olunmuş olacaq. Belə. Mən ilk növbədə bunu məsləhət görərdim və mənə görə, indi deyəcəyim kursların açığı heç birinin qiymətini bilmirəm, amma mənim getdiyim və s. insanların getdiyi kurslara baxanda bu 3 nəfərin kursu daha mənə ucuz gəlmişdi. Nəinki Azərbaycanda olan bəzi kurslar, amma həqiqətən bilsəm deyərəm. Bu indi deyəcəyim 2 kursu mən bilmirəm qiymətlərini, hansı ki Azərbaycandandır.
Yox, siz deyirsinizsə ki, o məndə alınmadı, məsələn, bu üçü ilə cədvəlləri mənə uymadı, mənim cədvəlim bunlara uymadı və yaxud da yox, mən Sabina xoşlamadım, sən niyə bunları təriflədin ki, deyirsinizsə, əgər okeydir, heç problem deyil, mən sizə 2 dənə kurs məsləhət görə bilərəm. Birini mən tanıyıram, birini çox yaxından tanıyıram, keçən videomda demişdim. Nigardır, Nigar Yahyazadə. Ümid edirəm soyadını düzdür, Allah. Hə, Nigar Yahyazadə. Özünə çox güvənirəm, kursuna çox güvənirəm. Çox yaxşıdır. Yəni ki, dediyim kimi mən onunla hazırlaşardım. Zaten ona görə hazırlaşmaq istirdim. Belə. Nigar tanıyıram, Nigardan çox, həm də Nigara çox güvənirəm. Bunu Nigar 1. İkincisi isə dediyim qız dostumun getdiyi kurs. Onun da adı IELTS Gate Academy. Belə bir adı var. Çox razı qalmışdı, çox belə Leyla yəni çox razı qalmışdı, çox belə tərifləmişdi həqiqətən ürəkdən ki, çox yaxşıdır, Sabina Kəşdən də ora gedərdi və s. və s. Belə, amma bu Leylanın getdiyi kursu bilmirəm. Yaxından uzaqdan heç bir ünsiyyətim olmayıb, getməmişəm. Ona görə nəsə problem yaşasaz, nəsə bir problem olsa, mənə söyləməyin, xahiş edirəm. Çünki sizə bacardığım qədər kömək eləmək istəyirəm. Kiminsə əgər yaxşı bir rekomendi varsa, Leyla da hər şeydən razı qalan qız deyil. Ona görə biraz da ürəklə deyə bilirəm. Amma tam ürəklə deyə bilmirəm, çünki heç kəs orada tanımıram. Belə əplər, sizə əplər deyəcəm. Amma bu əplər təəssüf ki, əgər iPhone işlədirsinizsə, iPhone-da işləmir. Sadəcə Android-də işləyir və pulsuzdur və trilyardlarla, yəni yüzlərlə şey var orada. Necə deyim, mətinlər var, listinglər var, hamısı və ən yaxşısı odur ki, offline, yəni internetsiz də bunlara qulaq asıb işlədə bilərsiniz. Budur, amma təəssüf ki, sadəcə Android üçündür. Speaking üçün yaxşı orada misallar var, hansı ki, onları götürüb əzbərləyib danışa bilərsiniz. Writing üçün yaxşı misallar var, reading üçün yaxşı belə oxumaq üçün şeylər var. Yəni bu əplər var, amma təəssüf ki, iOS-larda, yəni Apple-larda işləmir, sadəcə Android istifadəçiləri üçün var. Bəlkə də Android daha çoxdur istifadə edənlər, bilmirəm. Mən o vaxt işlədirdim, amma kurs yoldaşlarıma deyəndə bir çoxunda iPhone deyə alınmadı onlarda yükləmək. Mən də yükləmək olmuşdu. Belə, sizə tövsiyələrim, sayt, məsləhətlərim, yox. Bilmirəm, nəsə məsləhət zəhləm gedir bu sözdən. Nəsə, tövsiyələrim bunlardır. Faydasını gördüyüm yerlər bunlar idi. Çox sağ olun baxdığınız üçün. Ümid edirəm, yaxşı olar, stres keçirməyin. Əvvəlki videonun başlarında dediyim o 2 hissə çox önəmlidir ki, niyə, nə üçün, hansı səviyyədəsiz, nəyinizə lazımdır, niyə lazımdır bu. Və sizə aşağıda bir link də qoyacağım. Bu link nədir? Deməli, İngilis məktəbində olan oğlanlar var. İngilis məktəbi var təbii ki. Nəysə, bunlar İngilis məktəbinə imtahan vermədilər. IELTS kimi bir imtahandır. Ki, gəlib onlarla bir yerdə oxusunlar. Bu Koreyalı oğlanlar gəlsinlər, həmən İngilis məktəbində oxusunlar. Və bu verilişdə bu hissə odur ki, Koreyalı oğlanların verəcəyi imtahanı kağızlarını veriblər bu ingilis dili, yəni də İngiltərəli oğlanlara ki, buyurun, siz bir dənə baxın görək necədir, görək siz nəsə edə bilirsiniz. İnanın dostlar, yəni baxanda görəcəksiniz, onsuz da deyirlər ki, bu nədir? Onlar bizdən daha yaxşı ingilis dili bilir, bu hansı sözdür, bu nədir? Özdə o şeylərə cavab verə bilmirlər. Çətini çəkirlər. Yəni deyirlər ki, bu Koreyalılar bizdən daha yaxşı danışacaq da ingilis dilini. Çünki heç nə deyir, mən başa düşmədim. Bu nə demək istəyir? Bu sözün mənasını bilmədim və s. Yəni, onu demək istəyirəm ki, bu cür imtahanlar həmişə çətindir və özünüzün dil bacarıqlarınızı aşağıda gəlsə, yuxarıda gəlsə bununla ölçməyin. Bu o demək deyil ki, siz çox yaxşı ya da çox pis bilirsiniz. Normal olaraq, normal ingilis dili, normal hansısa bir dili. Ona görə deməyim odur ki, özləri də bu cür imtahanlarda əziyyət çəkirlər. Onların imtahanları belə olmur. Belə, bu da sizə bəlkə motivasiya verər, bəlkə nəsə bir fikriniz formalaşar bu şeylərlə bağlı. Belə, sağ olun, təşəkkür edirəm baxdığınız üçün. Ümid edirəm sizə faydalı olar. Nəsə sualınız olsa yazın, amma deyim ki, mən mentor deyiləm, sadəcə faydalı bildiyim şeyləri, sizə faydalı ola biləcəyini düşündüyüm şeyləri paylaşdım. Öpürəm, bağrıma basıram. Bütün imtahanlarınızda uğurlar, əsasda həyatla bağlı olanlar da.